Biz ailədə 3 uşaq olmuşuq, 2 qardaş, 1 bacı. Böyük qardaşım evlidir, bizdən ayrı yaşayır. Kiçik qardaşım isə təzə nişanlanmışdı, biri nişanlı qaldılar. Bu vaxt ərzində gəlinimizə nə edirdimsə xoş gəlmirdi. Hər zaman paxıllığını biruzə verirdi. Böyük gəlinimizlə telefona baxanda qardaşım nişanlısından mesaj gəldi. Daha dözə bilmirəm, qaynanam qızları üçün hər şey alır, amma mənə isə heç bir şey almır. Amma biz həmişə ona hər şey alırdı. Halbuki heç vaxt razı qalmırdı. Qardaşımla ailə həyatı qurdu. Dedik ki, yəqin toydan sonra hər şey daha yaxşı olar. Amma heç bir şey dəyişilmədi. Məni evdə istəmirdi. Məni qardaşıma qısqanırdı. Qardaşımla deyib güləndə pis olurdu. Elə bilirdi ki, qardaşım onu sevməyəcək. Hər dəfə evdə söz-söhbət olurdu. Söhbət edirdik. Mənim haqqımda elə bir söz dedi ki, qəlbimə dəydi. Neçə aylar danışdırmadım. Hamilə olduğunu öyrəndim. Etdiklərini unudub barışdım. Amma o yenə də mənim evdən getməyimi istəyirdi. Bir neçə aydan sonra bizə elçi gəldilər və mən nişanlandım. Nişanlım hər bizə gələndə güllər, tortlar, hədiyyələr gətirirdi. Gəlinimiz bunları görüb qardaşımla dalaşırdı ki, sən mənə bunları etməmisən. Halbuki qardaşım da bunları edirdi, amma o heç vaxt razı qalmırdı. İndi ailəliyəm, bir oğlum var və xoşbəxtəm. Anam gilə gedəndə onun etdikləri yadıma düşür, pis oluram. Amma susuram, deyirəm ki, mənim evim və ailəm ayrıdır. Özü nə edir etsin, baş qoşmuram.